Sizi İstanbulda keçirilən Take-Off 2025 Beynəlxalq İnnovasiya Festivalından salamlayırıq. Bu tədbir dünyanın müxtəlif ölkələrindən olan innovatorları, sahibkarları, siyasətçiləri və qlobal düşüncə liderlərini bir araya gətirir. Bugünün əsas çıxışçılarından biri də Steve'dir. O, generativ süni intellekt sayəsində qlobal müzakirələrin mərkəzində yer alıb və bu sayədə mühüm işlər görübdür. Salam Steve. Siz az əvvəl Take-Off 2025 səhnəsində olduqca maraqlı və düşündürücü bir çıxış etdiniz. Mövzumuza keçməzdən əvvəl ilk olaraq bunu soruşmaq istərdim. İstanbulda İnnovasiya Festivalının mərkəzində dayanaraq Take-Off 2025 haqqında indiyə qədər təəssüratlarınız nədir? Sizin də qeyd etdiyiniz kimi, burada çox canlı və dinamik bir ekosistem var. Startapları, sahibkarları, qərarverici şəxsləri, dövlət nümayəndələrini bir arada görürük. Hamı əməkdaşlıqlar qurmaq, təqdim etdikləri xidmətlərin keyfiyyətini necə artırmaq və qlobal bazarda necə daha rəqabət qabiliyyətli olmaq barədə müzakirələr aparır. Eyni zamanda Türkiyənin coğrafi mövqeyi də çox maraqlıdır. Asiya ilə Avropa arasında bir körpü rolunu oynayır. Bu isə onu iki mədəniyyətin və iki innovasiya ekosisteminin kəsişmə nöqtəsinə çevirir. Bu baxımdan Türkiyənin çox önəmli bir rolu var. Mən burada sahibkarlarla və innovasiya həvəskarları ilə daha çox ünsiyyət qurmaq, bu gözəl ölkədə hansı layihələrin həyata keçirildiyini yaxından tanımaq üçün çox həyəcanlıyam. Çıxışınızda generativ süni intellektin olduqca sürətli inkişaf tempindən danışdınız. Sizin baxış bucağınızdan hazırki mərhələni necə xarakterizə edərdiniz? Hazırda süni intellekt sayəsində hansı dönüş nöqtələrini, gərginlikləri və transformasiyaları müşahidə edirik? Biz süni intellekt üçün, eləcə də bizneslər üçün çox vacib bir dönüş nöqtəsiyik. Əvvəllər süni intellekt daha çox dar sahələrdə tətbiq olunurdu və şirkətlərin yalnız kiçik bir hissəsinə təsir edirdi. İndi isə artıq süni intellekt bütün proseslərə inteqrasiya olunur və iş axınlarının ayrılmaz hissəsinə çevrilir. Hazırda şirkətlərin təxminən 60%-i süni intellektdən müəyyən sahələrdə istifadə edir, amma buna baxmayaraq biz hələ geniş miqyaslı real təsiri tam şəkildə görmürük. Xüsusilə son istifadəçi səviyyəsində bu təsir hələ tam hiss olunmur. Hazırda biz tək-tək istifadə hallarından daha mürəkkəb və kompleks iş axınlarına keçid mərhələsindəyik. Bu isə problemləri həll etmək istəyən sahibkarlar üçün böyük imkanlar yaradır. Bu dövr startaplar üçün çox əlverişlidir və demək olar ki, hər kəs üçün açıq bir oyundur. Xüsusilə regionlar üçün həm daxili bazar, həm də qlobal auditoriya üçün daha keyfiyyətli xidmətlər yaratmaq baxımından. Şirkətlər artıq süni intellekti xidmətlərində tətbiq etdiklərinə görə, sizcə onlar nəyə daha çox diqqət yetirməlidirlər? Xüsusilə hansı yeni texnologiyaları və struktur dəyişiklikləri onların izləməli və uyğunlaşmalı olduqları əsas məqamlar hesab olunur? Texnologiyanın özü əlbəttə ki, çox önəmlidir. Amma əsas məsələ texnologiyanın necə tətbiq olunmasıdır. Yəni, real çətinliklər onun mənimsənilməsi, iş proseslərinə düzgün inteqrasiyası ilə bağlıdır. Burada mədəni faktor çox vacibdir. İnsanları bu dəyişikliklərə cəlb etmək, onların marağını oyatmaq, süni intellekti necə və harda istifadə edəcəklərini öyrətmək lazımdır. Bu təkcə alət məsələsi deyil, eyni zamanda təlim və təhsil məsələsidir. Digər mühüm məqam isə dəqiqlik, təhlükəsizlik və etibarlılıqdır. Süni intellektin tətbiqində problemlərin bir çoxu texnologiyanın özündən yox, nəticələrin necə təmin olunacağından irəli gəlir. Şirkətlər əmin olmaq istəyirlər ki, avtonom süni intellekt sistemləri hər zaman dəqiq, faydalı və təhlükəsiz nəticələr təqdim edə bilsin. Mənim tövsiyəm budur ki, şirkətlər süni intellekti əvvəlcə məhsul və ya xidmətin kiçik bir hissəsində sınaqdan keçirsinlər, sonra isə mərhələli şəkildə genişləndirsinlər. Maraqlıdır ki, ən böyük dəyəri məhz cəsarətli və transformativ addımlar atan əldə edir. Bu risklidir, amma mükafatı da böyükdür. Biraz mövzudan kənara çıxmaq və səmimi bir sual vermək istərdim. Sizin bu regionla bağınız texnologiya ilə məhdudlaşmır. Siz daha əvvəl Azərbaycan köklərinizdən bəhs etmişdiniz. Babanız sizə Azərbaycan haqqında hansı hekayələri danışardı və ailənizdə ölkə ilə bağlı necə bir təsəvvür var idi? Bəli, doğrudur. Mənim nənə və babam Bakıda, Azərbaycanda doğulublar və
Mən bununla qürur duyuram. Uşaqlığımda babam və nənəmlə söhbət edən zaman onlar mənə regionun qonaqpərvərliyi, insanların səmimiliyi barədə çox hekayələr danışırdılar. Azərbaycan mətbəxinin dadları da uşaqlıq xatirələrimdə xüsusi yer tutur. Təəssüf ki, onlar artıq həyatda deyillər, amma onların danışdığı hekayələr vasitəsilə Azərbaycan mənim üçün həmişə canlı olub. Onlar uşaqlıq illərində Bakıda yaşadıkları təcrübələri mənə çatdırmağa çalışırdılar. Azərbaycana ilk dəfə gəldiyim an çox xüsusi bir hiss idi. Kök saldığı mədəniyyəti, tarixi, dadları canlı şəkildə görmək məni çox təsirləndirdi. Açığı, dadların bəziləri nənəmin hazırladıklarından belə daha dadlı idi. Ümid edirəm, o məni bağışlayar. Bu gün də Azərbaycan icması və innovasiya ekosistemi ilə daha yaxından işləmək, gənc sahibkarlara qlobal səviyyəyə çıxmaqda dəstək olmaq məni çox həyəcanlandırır. Sizin Bakıya 3-cü səfəriniz məhz Asan AI Hub-ın açılış mərasimi çərçivəsində baş tutdu. Siz burada generativ süni intellektin 2025-ci il perspektivlərinə dair çıxış etdiniz və Hub ilə əməkdaşlıq memorandumu imzaladınız. Həm tədbir, həm platforma, həm də Asan Xidmət Mərkəzində gördüyünüz dövlət xidmətlərinin verilməsi prosesi ilə bağlı təəssüratlarınız necə oldu? First of all, it was a pleasure to actually sign that. İlk növbədə bu memorandumun imzalanması bizim üçün böyük məmnuniyyət idi. Biz bu əməkdaşlığa çox ümidliyik və inanırıq ki, Gen AI Works vasitəsilə regional əməkdaşlıqlar üçün yeni qapılar açıla bilər. Azərbaycan bu baxımdan region üçün bir mərkəzə, bir hərəkata start verən ölkəyə çevrilə bilər. Süni intellekt sayəsində rəqabət çox sərt və mürəkkəbdir. Bu sahədə yalnız milli səviyyədə yox, daha geniş ekosistemlər qurmaq lazımdır. Bu baxımdan Asan AI Hub çox önəmli bir təşəbbüsdür. Asan Xidmət Mərkəzini şəxsən ziyarət etmək də mənim üçün çox maraqlı oldu. İnsanların dövlət xidmətlərini necə rahat, sürətli və şəffaf şəkildə əldə etdiyini görmək təsir edici idi. Asan sözünün özü hər şeyi izah edir. Proseslər həqiqətən asan, sürətli və aydındır. Ənənəvi, uzun və mürəkkəb prosedurlardan fərqli olaraq burada bir çox xidmətin artıq dəqiqələr ərzində təqdim edildiyini gördüm. Bu rəqəmsallaşma istiqamətində çox böyük bir addımdır. Asan AI Hub isə hökuməti, akademik mühiti və startapları bir araya gətirən mühüm bir platformadır. Bu üç əsas oyunçunun bir ekosistemdə birləşdirilməsi həm Azərbaycan daxilində, həm də region səviyyəsində daha güclü və davamlı innovasiya mühiti yaradacaq. Hazırda onlarla əməkdaşlıq baxımından ciddi boşluqlar var və Asan AI Hub bu boşluqları doldura biləcək transformativ bir təşəbbüsdür. Mən bu platformanın inkişafını böyük maraqla izləyəcəm və əməkdaşlığımızın yüksək dəyər yaradacağına inanıram. Steve, müsahibəyə qoşulduğunuz üçün sizə çox təşəkkür edirik. Biz də əməkdaşlığımızı səbirsizliklə gözləyirik və Takeoff 2025 çərçivəsində sizə uğurlar arzulayırıq. Thank you for having me.